Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Toğanalı Kəlbəcər İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar. Dövlət başçısı yolun 13,5 kilometrliyində inşa edilmiş və uzunluğu 11,7 kilometr olan Murovdağ tunelinin texniki açılışını edib. Sonra prezident Kəlbəcər şəhərində 3-cü və 4-cü yaşayış komplekslərinin və Kəlbəcər şəhər parkının təməlini qoyub. Dövlət başçısı daha sonra Ballənd Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazasının açılışında iştirak edib. Dövlət başçısı Kəlbəcər şəhərində birinci yaşayış kompleksinin ərazisində fərdi və çox mərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub. Bura köçən sakinlərlə görüşüb. Sonra dövlət başçısı sakinlərə mənzillərin açarlarını təqdim edib. Prezident İlham Əliyev Kəlbəcərin Vəng kəndində Aşağı Vəng, Nadirxanlı və Çaykənd kiçik su elektrik stansiyalarının açılışında iştirak edib. Dövlət başçısı daha sonra Ağdərənin Vəngli və Kolataq kəndlərində fərdi evlərin və infrastrukturun bərpası sayəsində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb. Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə Azərbaycan-Ermənistan sülh sazişinin paraflanmasından da danışıb. Dövlət başçısı vurğulayıb ki, bu faktiki olaraq Ermənistanın Azərbaycan qarşı durmasına son qoyur. Ermənistanla sülh müqaviləsinin müəllifi də bizik. O bəndlərin tərtibatında da bizim mövqeyimiz hər zaman əsas götürülüb. Bununla bərabər bizim tarixi diyarımız olan Naxçıvanla quru bağlantısı da təmin edilir. Biz indi Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik. Ermənistan ərazisində də dəmir yolunun tikintisi nəzərdə tutulur. Yəni Ermənistan bu öhdəliyi də üzərinə götürüb və bu bizim növbəti tarixi uğurumuzdur. Dövlət başçısı həmçinin bildirib ki, mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq o heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi.